Philip Zimbardo'nun işlərində çox narahat edici bir sual var. Yaxşı, normal insanlar necə olur ki, dəhşətli işlər görən, zülm edən birinə çevrilir? Bu fikir, inanın, insanın təbiəti haqqında bildiyimizi zənn etdiyimiz hər şeyi alt-üst edir. İndi bir sual verim. Siz yaxşı insansınız? Yəqin ki, cavabınız əlbəttə olacaq. Hamımız özümüzü yaxşı insan hesab edirik. Amma bəs birdən o xeyirlə şər arasındakı sərhəd bizim düşündüyümüz qədər qalın, aşılmaz bir divar deyilsə? Bax, Zimbardo'nun bütün araşdırmasının əsasında dayanan fikir də məhz budur. O deyir ki, bizi o pis adamlardan ayırdığımızı düşündüyümüz o xətt əslində çox nazik, hətta bəzən dumanlıdır, keçirgəndir. Hə, bu onun araşdırmasının mərkəzində dayanan o narahat edici həqiqətdir. Yaxşı, gəlin bu narahat edici sualın cavabını birlikdə axtaraq. Bugünkü söhbətimizdə nələrə baxacağıq? Əvvəlcə pis alma mifi deyilən bir anlayışı müzakirə edəcəyik. Sonra o çox məşhur həbsxana təcrübəsinə baş vuracaq, oradan da daha böyük bir mənzərəyə, yəni sistemin gücünə keçəcək və sonda bütün bu qaranlığın içində bir ümid işığı axtaracağıq, hər birimizin içindəki qəhrəman. Gəlin başlayaq. Birinci hissə, pis alma mifi. Bilirsiniz, biz adətən düşünürük ki, problem bir neçə çürük almadadır, elə deyilmi? Bəlkə də problem heç almalarda deyilmiş. Bax, bu məsələnin özəyi bu iki fərqli baxışda gizlənib. Sol tərəfdə bizim standart düşüncəmiz var, pis almalar. Yəni, bəzi insanlar anadan gəlmə pisdir, problem onların xarakterindədir. Psixoloqlar buna dispozisionist baxış deyir. Amma sağ tərəfdə Zimbardo'nun təklif etdiyi bir şey var, pis çəlləklər. Yəni, bəlkə də almalar yaxşıdır, amma onları qoyduğumuz çəllək, yəni mühit o qədər pisdir ki, ən yaxşı almaları belə çürüdür. Buna da situasiyalı baxış deyirlər. Əsas sual da budur, günahkarmı axtarırıq, yoxsa şəraitimi araşdırırıq? Və problem də budur ki, biz demək olar həmişə, istər-istəməz bir insanın xarakterini, şəxsiyyətini şişirdirik, amma ona əhatə edən vəziyyətin, situasiyanın gücünü çox kiçik hesab edirik. Sanki hər şey insanın özündən asılıdır. Amma elə deyil. Bax, məhz bu düşüncə tərzimiz indi danışacağımız Stanford həbsxana təcrübəsində baş verənləri anlamaq üçün bizi açar olacaq. Yaxşı, keçək ikinci hissəyə. O məşhur, hətta deyərdim bədnam Stanford həbsxana təcrübəsi. Gəlin görək o pis çəllək nəzəriyyəsi praktikada özünü necə göstərdi. Bir anlıq təsəvvür edin. İllərdən 1971. Yer Stanford Universiteti. Universitetin zirzəmisi saxta bir həbsxanaya çevrilib. İştirakçılar kimdir? Psixoloji testlərdən keçirilmiş tamamilə normal, sağlam, gənc tələbələr. Yəni aralarında heç bir aqressiv, problemli biri yoxdur. Və ən kritik məqam, onlar sadəcə püşkatma ilə təsadüfi olaraq gözətçi və məhbus qruplarına bölünürlər. Bu təsadüfilik az sonra baş verəcəkləri daha da şok edici edir. Və hadisələr, inanın, inanılmaz bir sürətlə cəryan edir. Birinci gün hər kəs üçün biraz qəribədir, bir oyun kimidir. Amma artıq ikinci gün məhbuslar üsyan edir, gözətçilər isə dərhal çox sərt psixoloji təzyiqlərlə cavab verir. Dördüncü günə çatanda artıq iştirakçılardan biri emosional olaraq çökür və təcrübədən çıxarılır. Və nəhayət, cəmi 6 gün sonra 2 həftə davam etməli olan təcrübə artan zorakılıq və psixoloji işgəncə səbəbi ilə təcili dayandırılır. Normal tələbələr bir anda sadist gözətçilərə, digərləri isə psixoloji travma alan aciz məhbuslara çevrilmişdi. Vəziyyət sadəcə nəzarətdən çıxmışdı. Bu sözlər təcrübədəki gözətçilərdən birinə aiddir. Burada ən qorxunc olan şey onun sadəcə pis davranması deyil, yox. Ən dəhşətlisi odur ki, o bunu edərkən heç bir peşmançılıq, heç bir günah hissi keçirmir. Sanki onun içindəki o mənəvi kompas tamamilə sıradan çıxıb. Psixoloqlar buna rolu mənimsəmək deyir. Yəni, o artıq rol oynamır, o həqiqətən də özünü gözətçi hesab edir. Bu, situasiyanın insan psixologiyasını necə kökündən dəyişə bildiyinə dair mükəmməl bir sübutdur. Amma bəlkə də ən heyrətləndirici məqam budur. Təcrübəni quran, kənardan soyuqqanlı bir alim kimi baxmalı olan Zimbardo'nun özü belə qurduğu oyunun içinə düşür. O, artıq tədqiqatçı deyil. O, həbsxananın təhlükəsizliyini məhbusların psixoloji durumundan üstün tutan bir həbsxana reisinə çevrilir. Fikir verin, əgər eksperimentin yaradıcısı belə situasiyanın təsirindən çıxa bilmirsə, o gənc tələbələrdən nə gözləmək olardı ki? Beləliklə, gəldik üçüncü hissəyə, sistemin gücü. İndi gəlin təcrübənin özündən biraz kənara çıxaq və bu cür pis çəlləkləri yaradan daha böyük qüvvələrə, yəni sistemlərə baxaq. Və bu, təəssüf ki, sadəcə bir universitetin zirzəmisində qalan akademik bir təcrübə olmadı. 1971-ci ildə baş verən o psixoloji proseslər sanki bir kabus kimi 10 illər sonra
2000-ci illərin əvvəllərində real dünyada, İraqdakı Əbu Qreyb həbsxanasında dəhşətli şəkildə təkrarlandı. Bu, Zimbardo'nun nəzəriyyəsinin sadəcə bir simulyasiya yox, real həyat üçün faciəvi bir proqnoz olduğunu göstərdi. Gəlin bu müqayisəyə diqqətlə baxaq. Çünki oxşarlıqlar həqiqətən də adamı sarsıdır. Birinci taktika – insansızlaşdırma. Stanfordda məhbuslara nömrə ilə müraciət edirlər. Əbu Qreybdə başlarına torba keçirirlər. Məqsəd eynidir, qarşındakının insan olduğunu unutturmaq. İkinci taktika – fərdilikdən məhrum etmə. Stanfordda gözətçilər güzgülü eynəklərlə anonim olurlar. Əbu Qreybdə əskərlər gecə növbəsində nəzarətsiz qalırlar. Anonimlik məsuliyyəti azaldır. Və sonuncusu, güc fərqi. Hər iki vəziyyətdə də bir qrupun o birinin üzərində mütləq heç bir məhdudiyyəti olmayan hakimiyyəti var idi. Deməli, məsələ bir neçə pis əskər məsələsi deyildi. Məsələ, eyni psixoloji mexanizmləri işə salan, eyni pis çəlləyi yaradan sistemin özü idi. Yaxşı, bəs bu sistem dediyimiz nədir? Zimbardo bunu çox sadə izah edir. Pis çəlləyi yaradanlar. Yəni, bu sadəcə bir məkan deyil. Bu, pis davranışlara icazə verən, onları təşviq edən, hətta bəzən vətənpərvərlik və ya təhlükəsizlik adı altında ona haqq qazandıran ideologiyalar, institutlar və siyasi qüvvələrdir. Sistem insanlara normalda bu səhvdir deyəcəkləri əməlləri etmək üçün icazə verir. Bu qədər qaranlıq bir mənzərədən sonra gəldik sonuncu və bəlkə də ən vacib hissəyə, hər birimizin içindəki qəhrəman. Çünki Zimbardo bizi ümidsiz qoymur. Əgər problemin diaqnozu varsa, deməli bir həll yolu da olmalıdır. Və məntiq çox sadədir. Əgər pis bir situasiya içimizdəki ən pis cəhətləri üzə çıxara bilirsə, deməli tərsi də mümkündür. Doğru an, doğru vəziyyət içimizdəki qəhrəmanı da oyada bilər. Zimbardoya görə qəhrəmanlıq hansısa super güc deyil. O, hər birimizin içində yatmış, sadəcə öz anını gözləyən bir potensialdır. Bəs yaxşı, o güclü situasiya təzyiqinə qarşı necə dura bilərik? Zimbardo bizə bir neçə praktiki addım təklif edir. Məsələn, birincisi, mən səhv etdim deməyi bacarmaq, səhvini etiraf etmək. İkincisi, mən məsuliyyət daşıyıram deyə bilmək, yəni günahı başqasının üstünə atmamaq. Üçüncüsü, məsələlərin bizə necə təqdim edildiyinə qarşı ayıq olmaq. Və dördüncüsü, bəlkə də ən vacibi, ədalətli səlahiyyətlə ədalətsiz olanı ayırt etmək və ədalətsiz bir əmrə yox demək cəsarətini göstərmək. Bəli, bunlar bəlkə kiçik addımlar kimi görünür, amma məhz bu fərdi müqavimət aktları o böyük sistemin gücünü sarsıda bilər. Qəhrəmanlıqla bağlı daha bir vacib məqam var. Qəhrəmanlıq tək başına olan bir şey deyil. Bu, sosial bir hadisədir. Yəni, sizin hərəkətinizə qəhrəmanlıq adını başqaları verir. Bir nəfərin ədalətsizliyə qarşı çıxması başqa 10 nəfərə də susmamaq üçün cəsarət verə bilər. Bax beləcə, bir fərdin hərəkəti bütün bir qrupun davranışını müsbətə doğru dəyişdirən bir dalğa yarada bilər. Sonda gəldiyimiz nəticə budur. Situasiya sadəcə bir katalizatordur. O, içimizdə olanı üzə çıxarır. Hər birimizin içində həm zülmkar, həm də qəhrəman yatır. Və siz, bəli, siz də öz anını gözləyən bir qəhrəmansınız. Əsas sual isə budur. Sizin anınız gəlib çatanda, o kritik anda siz hansı yolu seçəcəksiniz? Sadəcə axına qoşulacaqsınız, yoxsa müqavimət göstərən o bir nəfər olacaqsınız? Bəlkə də bu sualın cavabını indidən düşünmək həyatda verəcəyimiz ən vacib qərardır.